Tanınmış teleaparıcı Xoşqədəm Baxşəliyevaya növbəti ağır itki üz verib. Əməkdar jurnalist 3. qəzetinin baş redaktoru, Səni axtarıram layihəsinin rəhbəri və aparıcısı Xoşqədəm Hidayət qızının atası Hidayət Baxşəliyev bugün səhər saatlərində vəfat edib. Baxşəliyevanın bir neçə həftə bundan əvvəl anası Ofeliya xanım da dünyasını dəyişmişdi. Qeyd edək ki, Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Manşet, AS.